Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Həci sizi Almaniyadan salamlayır. Bildiyiniz kimi şüarımız çox gözəldir. Qəbələdə kişi yoxdur və Qəbələdə müsəlman yoxdur. Mən bu şüarla, mənim məsələm, istər hüquqi qaydada, istər mənəvi dəyərlərə zidd qaydada, hər hansı bir vəziyyətdə həll olana qədər, həlli öz məsələsini tapana qədər bu aksiyanı davam elətdirəcəm. İndi özümə bir futbolka sakız eləmişəm. Burada yazılacaq, Qəbələdə kişi yoxdur. Mənim bir layihəm var, yarım milyonluq layihəm. Əziz Qəbələlilər və Peysər Qəbələlilər. Deməli, Peysər Qəbələlilər sinifinə aid olan bir nəfər var. Mən ona atamın canlı and içib söz vermişəm ki, səni maksimum şəkildə reklam edəcəm. Qəbələ kirayə evlərinin sahibi. Mənim həyatda ən nifrət etdiyim şey budur ki, tanımadığım bir insana qarşı bir yerdən qırağa çıxmaqdır. Ailə söyüşü, körpə söyüşü söyməkdir. Və bu səhifənin sahibi, mən o kommentlərimi sildim səhifəmdə, çünki yaxşı bir şey deyil idi. Ağzına gələn gic-gic söyüşlər yazmışdı onlara. Var yox dedikdə mənim var yoxumda mənim körpəm var. İndi ona zəng edirik. Sizin qarşınızda nömrəsi 050 666 03 39. Bax budur. Mən buna söz vermişəm ki, səni maksimum dərəcədə reklam edəcəm. Alo. Alo. Bəli. Tanıdın məni? Xeyr. Ziver də səndən danışam. Buyur. Mənə Instagramda niyə söz söyləmirsən? Qardaş, sən söyləyirsən. Mən yazmışam ki, sən Qəbələni söyləyirsən. Yazırsan ki, Qəbələdə... Səni 8 dəfə kommentini silmişəm və söylediyin söyüşdən sonra hal-hazırda mənə qardaş deyirsən. Bu necə başa düşülən bir məsələdir? Yaxşı, subliminal müraciətdir. Mənə niyə ailə körpə söyüşü söyləmirsən? Ulan az bir dəqiqə, sən dedim ki, axşam sən skrində göndərməlisən. Silmişəm, sənin söyüşü orada saxlamayacam ki mən. Silmişəm. Mən sənə söyüş yazmışam ki, yazmışam, qulaq aslamı? Ha. Yazmışam ki, Ha. mən yazdığım söz damır, yazmışam ki, sən yazmışam Qəbələdə kişi yoxdur. Ha. Mənə yazmışam ki, Qəbələdə olan kişi sənlikdə yox, sən ümumiyyətlə yoxsan. O mən deyəm. Bax, mən müsəlman deyimdə mənsub olan şəxsəm. İlk öncə Allah və Quranıma and içirəm ki, sən orada çılpaq şəkildə söyüşlər, kommentlər yazmışsın. Ada, kommunikasiya ol, sənə deyirəm ki, Allahıma və Quranıma and olsun ki, sən 4 dəfə komment yazıb ağzına gələn söyüşləri yazmışdın mənə. Var yox söyüşündən belə söyüş. Qardaş, sən məndən, mən söyüş yazmamışam, mən ümumiyyətlə söyüşləyən bir insan deyim. Yazdığı şeyi tanırsan da bir sözlə. Yaxşı, bunu burada tanıdım. Qoyaq. Okey, qoyaq bir qırağa, bir üzdüm, başını bıraxaq. Qəbələdə kişi yoxdur sözü. Qəbələdə kişi yoxdur sözü demişəm. Deməmişəm ki, Qəbələdəki kişilərin var yoxunu sikim, körpəsini sikim, ailəsini sikim. Ha? Qardaş, bir dəqiqə gözlə, bax. Düzdür. Qəbələdə kişi yoxdur sözünün nəyi söyüşdür? Sənin Qəbələndən obş Azərbaycanı söylürlər. Allah yoxdur, ha? Allah yoxdur demək. Ümumi Respublikanın 99% müsəlmandır. Adam şəhidləri qəbul eləmir. Sən adın nədir? Ümumiyyətlə adın nədir? Mənim adım ola Həcc Hüseyin, Misyo Jordan, fərqi yoxdur. Sənə deyirəm ki, sən Qəbələdə kirayə verirsən, düzdür? Verirəm. Bazılıxana şərait yaradırsan, Afrayim evlərdə sikimiz o Qəbələlərindən verir. Məndə yalnız